Salam, axşamınız xeyir. APA televiziyasının efirində manşet verilişinə baxırsınız. Bütün şərq ölkələrində olduğu kimi Azərbaycanda da dini məsələ həmişə çox həssas bir məsələ olub və ümumiyyətlə Azərbaycanda son illərdə din üzərində müxtəlif fikirlər formalaşdırılır. Din üzərində müxtəlif siyasətlər yürüdülür. Həm xaricdən, həm daxildən. Bu mənada Azərbaycanda son illərdə dinin vəziyyətinlə bağlı, dinin daha sağlam şəkildə təbliğ olunmasından bağlı çox ciddi müzakirələr açılır. Biz bugün studiyamızda qonağımızla bir yerdə məhz Azərbaycanda dinin vəziyyəti nə yerdədir? Dinimizi necə təbliğ eləməliyik? Dinimizi necə cavanlara, gənclərə, uşaqlara öyrətməliyik ki, dinimiz sağlam şəkildə bəşəriyyətin inkişafına xidmət eləsin. Qonağımız ilahiyyatçı Elşad Miridir. Elşad bəy, xoş gördük siz. Çox sağ olun, görüşmürdük. Niyə gəlmirdiniz, niyə getmirdiniz? Allah gözləyirdi biz dəvət edən yerə. Bəli, təbii ki. Bugün Elşad bəy, Xristian dünyasının böyük bayramlarından biridir. Pasxa bayramının ərəfəsinə təsadüf edir. Bayaqları televiziyaların birində baxırdım, yumurta döyüşdürürlər, şirniyyat bişirirlər. Gəlin elə Pasxanı bir yad eləyək. Pasxanın kökü hardan gəlir? Və nəyə görə Pasxada o əlamətlər, o vərdişlər, ayinlər var ki, məsələn, bizim Novruza çox bənzəyir. Bəzəkli yumurtalar, sındırırlar. Hardan gəlir bu? Əslində, gəlin belə deyək də, əslində bizim Novruzun özünün də heç İslam aidiyyatı yoxdur. Çünki bilirik ki, bunun tarixi İslamdan da əvvəlki dövrlərə, hətta bəzən bunu zərdüştliklə, bəzən ateşpərəstliklə əlaqələndirirlər, bəzən heç bunlarla əlaqələndirməyib, ümumi, qədim bir ənənə olaraq gəldiyini iddia edirlər. Və orada olan, məsələn, yumurta döyüşdürmədir, sonra nə bilim, qapı pusmadır, kiməsə qulaq asmadır, nə bilim, nə falıdır və s. Bunlar İslam'a zidd olan anlayışlardır ümumiyyətlə. Yəni, bu günlərimdə Pasxanın özündə də, yəni bu xristiyanlarda hər nə qədər Pasxa, məsələn, deyək ki, Yahudilərdə Pesach deyilən bayramlar mövcud olduğu kimi və yaxud da deyək ki, onların özlərindən daha fərqli, məsələn, Tasua deyilən, bizim bu günlərim aşura olaraq bildiyimiz günlər mövcud olduğu kimi, sonra deyək ki, Musa əleyhissalamın, Musa peyğəmbərin ölü dənizi keçməsi ilə bağlı, qırmızı dənizi keçməsi ilə bağlı, həmin günü də bayram olaraq qeyd eləmələri və s. Yəni, onların hər birində bu bayram anlayışı var. Yəni, bu günlərim sadəcə olaraq Pasxanın qeyd edilməsi, onlarda miladi təqvimi götürdüklərinə görə, həmişə məsələn deyək ki, konkret olaraq bu tarixə düşür. Amma onlarda da yenə məzhəblərə görə bu fərqlənir. Yəni, katoliklərdə məsələn fərqlidir, pravoslavlarda fərqlidir, sonra Anglikan kilsəsində fərqlidir, erməni Qriqoryan pravoslavlara müəyyən qədər yaxın olduğuna görə onlara uyğun gəlir. Bundan başqa deyək ki, Efiopiyanın qədimi xristiyan ənənəsində biraz bunlar fərqlidir. Amma faktiki olaraq oradakı məsələn şirniyyat bişirmə ənənə, yəni ümumiyyətlə insanların içində bu bir şey var ki, yəni bayram olarkən insanlar bir-birinə xoş görünmək, ağız şirinliyi məsələsi ilə bağlı belə bir şeylər eləyirlər. Yəni, bu bütün bayramlarda var. Məsələn, deyək ki, İslamın özündə də Qurban bayramında bayramdan əvvəl hər kəsin bayram keçirə bilməsi üçün ət verilir ki, onlar heç olmasa ət yeyə bilməyən insanlar da ətlə onu qeyd eləsinlər. Bundan başqa, məsələn, Ramazan bayramından əvvəl fitrə deyilən bir anlayış var ki, yəni həmin ərəfədən, bayramdan əvvəl bunlar hazırlanır, insanlara paylanılır ki, yəni o bayramı keçirə bilsinlər. Yəni Pasxada da eyni hadisədir. Pasxa bayramından bağlı əlaqədar ölkə prezidenti İlham Əliyev də xristiyan icmasını təbrik elədi. Nə demək istəyirəm? Azərbaycan həmişə tolerantlığından seçilib, dini baxımdan, digər sahələrdə olduğu kimi. Necə düşünürsünüz? Azərbaycanda həqiqətən də siz bir ilahiyyatçı kimi kənardan daha çox müşahidə edə bilirsiniz. Azərbaycanda, bax, icmalar arasında tolerantlıq varmı? İslam və digər dinlərlə bağlı. İndi götürək belə bir məsələn. Yəni, Azərbaycanın özünün aparılan statistik məlumatlara görə 90%-də müsəlman olduğu bildirilir. Yəni, geridə qalan deyək ki, müəyyən 10% və yaxud da 5% qeyd edilənlər də var. Həmin onlar deyək ki, fərqli dini icmalar, daha doğrusu deyək ki, İslamdan kənar olan. Məsələn, bura Yahudilər ola bilər. Yahudilər də bilirsiniz ki, bir neçə yerə bölünübdür. Dağ Yahudiləri var burada, məsələn, Qubada olan başqa cürbəcür 3 qolları var, Avropa Yahudiləri və s. var. Yəni, bundan başqa xristiyanların özləri, xristiyanların burada katoliklər də var, bilirsiniz ki, katoliklərin Nobel prospektində artıq kilsəsi mövcuddur, pravoslavlar var və s. Yəni, bundan başqa Azərbaycanda məsələn, indiyə qədər olmamış, daha sonralar deyək ki, dini icma olaraq qeydiyyatdan keçib gəlmiş, Krişna şuuru cəmiyyəti anlayışı ilə bağlı elə dini icmalar var, qeydiyyatdan keçmiş.
əvvəllər Yahova şahidləri anlayışı var idi ki, onların qeydiyyatı ləğv olundu, Mərd kilsəsi var idi. Bundan başqa deyək ki, Bahayi dini icması var ki, məsələn, bu da hər nə qədər özlərini İslamla əlaqələndirsələr də, məsələn, onlar da Bab və yaxud da Bahayini sonuncu peyğəmbər olaraq adlandıraraq elə bir icmalar mövcuddur. Yəni, bu günlərin bunlar mövcuddur. Yəni, bunların arasında, yəni belə götürək, 90%-dən 10%-nin arasında həqiqətən tolerantlıq mövcuddur. Yəni, bu da keçmişdən gələn bir ənənədir. Məsələn, bu sadəcə olaraq deyək ki, indiki dövrümüzə aid bir məsələ deyil. Tarixən belə bir məsələ olub. Lakin problem bilirsiniz nədədir? Problem bu 90%-in öz arasında həqiqətən tolerantlıq varmı, yoxmu? Ümumi götürəndə belə çox gözəl, heç bir problem yoxdur, olmayıb da. Amma sadəcə olaraq, məsələn, biz yetişdiyimiz dövrlərdə, uşaqlıq illərimizdə, başqa deyək ki, bölgələrdə olanda belə bir şeylərin şahidi olurduq ki, müəyyən bir məzhəbin nümayəndəsi, məsələn, başqa bir məzhəbin eyni yaxın kəndlərdə yaşamalarına baxmayaraq, qız alıb vermə anlayışı olmayıb bəzən. İndinin özündə də əfsuslar olsun ki, bəzi belə kəndlər var. Yəni, siz 90%-dən danışırsınız. 90%-nin içindəki çox qısa bir, qısa deyək ki, insanlardan. Amma ümumi götürəndə, məsələn, bu günlərim həqiqətən də Azərbaycanlıların, müsəlmanların bir-biri ilə bağlı ümumi götürdüyümüz zaman əslində heç bir problemi yoxdur. Həqiqətən Azərbaycan tolerant ölkədir və bu məsələdə bir çox ölkələrə nümunə ola biləcək ölkədir. Hətta, məsələn, deyək ki, biz Chicago'da, Amerikada, Chicago'da dünyanın ən böyük Yahudi mərkəzi var idi. Orada olduğumuz zaman onların özləri belə Azərbaycanda bu antisionist anlayışın olmadığını, yəni bu günlərin təsəvvürünün ölkə başçısı Yahudilərin də bayramını təbrik eləməsi, Pasxanın bayramını deyək ki, təbrik eləməsi, müsəlmanların deyək ki, onların sinagogı ilə bağlı heç bir yad ünsürlə və yaxud da fərqli bir hərəkət eləməməsi bunu göstərən bir əlamət idi və onlar da bunu fəxrlə qeyd edirdilər. Amma əfsuslar olsun ki, bu günlərim həmin o tolerantlığa zid bəzi davranışları müşahidə olunur ki, yəni bunu artıq sanki elə bilin ki, necə gözü götürməyənlər və yaxud da deyək ki, bu məsələdən özləri üçün mənfəət əldə eləməyə çalışanlar. Gəlirsiniz artıq mənim növbəti sualıma. Gəlin elə mən sualımı səsləndirim. O Məşədi Kərbəlayı İsmail demişkən, çox ölkələrin torpağını tapdamısınız, çox ölkələr gəzmişsiniz və sizin də dini baxımdan, ilahiyyat baxımından mütaliyyənizə mənim şəkk-şübhəm yoxdur. Necə düşünürsünüz? Daha çox dünyanın hansı ölkəsində təriqətlər bolluğudur İslam baxımından və o təriqətlər bolluğu həmin ölkələrə nə verib? Baxın, birincisi gəlin təriqətlə məzhəb məsələsinə ayıraq. Çünki bu günlərim əfsuslar olsun ki, Azərbaycan jurnalistikasında bu təriqətdir, məzhəbdir, sonra cərəyandır, hərəkatdır, bunlar hamısı bir-birinə qarışdırılır və bəzən elə olur ki, eyni zahiri görkəmi ilə eyni görünən insanlara, amma fərqli məzhəblərdən, təriqətlərdən olmalarına baxmayaraq, eyni gözlə baxılır. Bu yanlış bir anlayışdır. Birincisi, bizim tamaşaçılar üçün qeyd edək ki, məzhəb özü yol deməkdir. Yəni, Peyğəmbərin dövründə bu anlayış olmayıb, sonradan ortaya çıxmış bir ənənədir. Məsələn, deyək ki, bu günlərim məzhəblər iki cürədir. Məsələn, əməli məzhəblər var, bir də əqidəvi məzhəblər var. Əməli məzhəblər də bu günlərim deyək ki, əhl-i sünnə adlandırılan məzhəblərdir. Orada da 4 haqq məzhəb olaraq Hənəfilikdir, Malikilikdir, Şafilikdir, bir də Həmbəllikdir. Bir də məsələn bu günlərimdə İranda mövcud olan Cəfərlik məzhəbidir. Bir də var etiqadi məzhəblər. Etiqadi məzhəblərdən Maturididir, Əşaridir, bir də Sələfi məzhəbidir. Yəni bir də bunlara məsələn Cəfəri məzhəbində isə hamısı eynidir. Yəni bu birinci məzhəb budur. İkinci tərəfdən təriqət dediyimiz məsələ isə əslində İslama aidiyyəti olmayan, lakin 11-ci əsrdən etibarən ortaya çıxmış tasavvuf deyilən, təsəvvüf deyilən, sufiliklə əlaqəli olan bir anlayışdır. Təriqətdə də məsələn deyək ki, xəlvətiyyə təriqəti, sonra Nəqşibəndi təriqəti və s. kimi bu cürə təriqətlər var. Əslində bu İslama sonradan əlavə edilmiş anlayışdır. Amma hərəkat cərəyan dediyimizdə, yəni bu günlərim hər hansısa bir dinlə və yaxud da siyasi də ola bilər, ortaya çıxmış hərəkatlar var ki, hər hansısa bir dini, məzhəbi əsas alaraq onu davam elətdiribdilər. İndi gələk sizin sualınıza, yəni bu günlərim həqiqətən mənim müşahidə elədiyim bir anlayış o idi ki, Amerikada bu müxtəliflikləri mən müşahidə eləyə bildim. Necə? Yəni oradakı insanlar məsələn bir-birindən çox səmimi olarlarsa dinlərini soruşarlar. Hələ məzhəbi bir kənara qoyuram. Yəni bu dinlərini soruşmağı onlar məsələn özləri üçün qəbahət bilir. Adicə Ədliyyə Nazirliyində orada olduğumuz zaman Sixizm Hindistanın bir dinidir. O həmin dinə mənsub olan insan başında türbanı ilə çox rahatlıqla gəzir, hərəkət eləyir, orada işləyir və eyni zamanda bizim rəsmi görüşdə də iştirak eləyirdi. Yəni bunları mən ümumi müşahidə eləmişdim.
Bundan başqa deyək ki, bəzi ölkələr var ki, məsələn, Türkiyə kimi qonşu ölkələr, bunlarda demək olar ki, əsasən əhl-i-sünnə məzhəbi gedir, amma əfsuslar olsun ki, orada da çoxlu təriqətlər var, müxtəlif deyək ki, cərəyanlar var, hərəkətlər var və s. Amma bununla yanaşı, deyək ki, Avropanın özündə də, yəni hər bir yerində fərqli. Məsələn, deyək ki, bu günlərim hər nə qədər İngiltərə xristiyan ölkəsi kimi tanınsa da, onların xristiyanlığı digərlərindən fərqlidir. Məsələn, onlar Anglikan kilsəsini qəbul edirlər. Məsələn, bu günlərim Almaniyaya baxdığınız zaman, Almaniya daha çox katolikliyi deyil, protestanlığa əsas götürür və s. Yəni, bunları çoxalda bilərik. Məsələn, belə bir nüanslar da var idi ki, bir Almaniyada bir qadın, katolikdir özü, məsələn, əri protestan olduğuna görə, protestan məzhəbinə görə evli sayılır ərinə görə, qadın tərəfdən isə baxanda, məsələn, ərli sayılmırdı, ailəli sayılmırdılar. Belə nüanslar var. Sadəcə, bu məsələ problemli məsələ halına heç bir zaman gətirilməməyə çalışılır. Yəni, bu müxtəlifliklərdən, deyək ki, bir kültür zəngilliyi olaraq istifadə etməyə çalışılır. Bax, eyni nümunəni bizim Azərbaycan daxilinə biz, deyək ki, köçürsək, bizdə nə baş verir? Bizdə son vaxtlar, deyək ki, daha çox səslənən fikirlər var. Vəhabilər, sələfilər, biri deyir, mən vəhabi deyiləm, biri deyir, mən sələfiyəm, o biri deyir, yox, bunlar ayrı-ayrı şeylərdir. Bunlar nədir? Bu nədən xəbər verir? Bu artıq onun, üzr istəyirəm, belə məlum olur ki, bu artıq dediyimiz məsələlərin həddindən artıq siyasiləşməsindən xəbər verir. Yəni, məsələyə belə bir baxaq ki, mən məsələn, ilahiyyatçı olaraq məsələyə yanaşdığım zaman görürəm ki, vəhhabilik deyilən bir cərəyan, hərəkat, məzhəb, təriqət heç bir zaman, məsələn, ilahiyyatda da keçiləndə elə bir anlayış olmayıb. Allahın gözəl adları var Quran-ı Kərimdə, Əsmaül Hüsnə deyilir. O, həmin o gözəl adlarından biri Vəhhabdır. Adıdır, bəli. Yəni, əgər bir insanlara konkret olaraq Əbdülvəhhabla əlaqələndirib demək istəyirsinizsə, onda Əbdülvəhhabçılar deyə bilərsiniz. Vəhhabi deyiləndə isə mənfi bir söz mənasında istifadə olunur, Allahın gözəl bir adını da mənfi bir şəkildə təqdim olunur. Bir insan özünü sələf adlandırırsa, həmin insanı sələf sən də adlandırmaq məcburiyyətindəsən. Yəni, başqa bir ad verməyi, məsələn, biz necə verə bilərik? Siz özünüzü İlham Tumas adlandırırsınızsa, mən gelim axtarım ki, yox, bu Tuması sonradan seçibdir, bu adamın soyadı nə idi deyə, onu gətirməyə heç bir əhəmiyyəti yoxdur. Siz bu cürə qəbul edirsiniz, bu cürə tanınmısınız, bu cürə də biz sizə səslənə bilərik. Yəni, bu günlərin bu anlayış müxtəlif fərqli, məsələn, ölkələrdən, qonşu ölkələrdən bizə sirayət edilmiş anlayışdır ki, məsələn, özünü əhl-i-sünnə adlandıran insanlara, məsələn, deyək ki, bəzən vəhhabi anlayışı deyilir. Sonra bu vəhhabiliyə anlayışında da, məsələn, orada sələfdir, xavaricdir, təkvirçidir, ixvandır, zahiri görkəmlərindən görə, məsələn, baxmadan eyni deyək ki, sözü onların üzərindən yamayırlar. Bundan başqa nurçuluqla bağlı da məsələ indi. Təsəvvür edin ki, bu günlərim hər hansısa bir hadisə olur, mətbuat nurçular belə oldu. Amma nurçuluğun özünün belə. Məsələn, Fəthullah Gülen cəmatıdır, oxuculardır, yeni Asiyaçılardır, Sunqur abicilərdir və s. deyə fərqli qolları var. Yəni, bu günlərin bunların biri digərini qəbul eləmir. Yəni, qəbul eləmirsə, siz bunları necə eyni şey adı altında verə bilərsiniz? Tək bu deyil, məsələn, şiəliyin özündə də var. Şiəliyin özündə Qulatü Şiə deyilən bir anlayış var. Bundan başqa Yəmənin özündə Zeydilər məzhəbi var. Şiələr, məsələn, onu qəbul eləmir. Amma Zeydilər də əhl-i-sünnəyə, yəni sünniliyə yaxın bir məzhəbdir. Yəni, mövzumuz indi məzhəblər tarixi olmadığına görə orada çox girmək istəmirəm. Buyurun. Buyurun, fikrinizə davam edin. Yəni, deməkdə məqsədim odur ki, bu günlərim Azərbaycanın özündə də bu anlayışları ortaya atıb, Azərbaycanda mövcud olan tolerantlığa zid davranılmasına çalışan qüvvələr var. Mən də elə düşünürəm. Siz demişəm, formalaşmış bu mühiti, tolerantlıq mühitini dağıtmaq istəyirlər. Mən bundan razıyam. Amma bir məsələ ilə də siz yəqin razılaşarsınız ki, dinlər arasında, dünyəvi dinlər arasında ən çox öz klassik formatına görə siyasi olan din İslamdır. Xeyr, qatılmıram buna. Niyə görə? Səbəblərini açıqlayayım mən. Məsələn, bu günlərim bunu deməyə sizə niyə əsas verir siz? Çünki bildiyiniz, gördüyünüz İslamla bağlı bunlardır müşahidələriniz. Amma mən bir dinlər tarixçisi olaraq, məsələn, baxdığım zaman bu günlərim ən qədim din olan Hinduizmin özü. Məsələn, Azərbaycanda qeydiyyatdan keçən, deyək ki, Krişna şuuru cəmiyyəti belə, məsələn, özlərinin müxtəlif, deyək ki, onların qolları var. Sadəcə Azərbaycanda biz birini tanıyırıq. Məsələn, deyək ki, Hindistanın özündən çıxmış dinlərdən, məsələn, Buddizm Hindistandan çıxdığı halda bu günlərim Çinin ən böyük dini sayılır. Bundan başqa deyək ki, Sixizm Hindistandan çıxıb, Brahmanizm Hindistandan çıxıb, Cainizm Hindistandan çıxıb və ondan sonra bunların da öz qolları var, müxtəlif qolları bir-birini qəbul edir. Mən demirəm İslam siyasiləşib. Mən deyirəm ki, öz klassik yaranma səbəblərini və nəticələrini əsas yadımıza salsaq, məlum olur ki, İslam həm də bir böyük dövlət yaratmış dindir. Səhv eləmirəm ki? Gəlin belə götürək də, həmin dövrdə... Yahudilik bir dövlət yaratmadı ki.
Bu gün İsrail Yahudi dövləti deyil mi? 48-ci ildə yarandı. Yəni 48-ci ildə olsa da onun məsələn bu Xristianlıq günlərin özündə bir dövlət yaratmadı ki. onun konstitusiyası bu gündən Tövratdır. Amma hansı bir siz İslamla əlaqəli bir dövləti, ölkəni götürə bilərsiniz ki, onun konstitusiyası Quran olsun. Amma bu gün xristianlıqla bağlıdır. Amma İslamda dövlət yaratma deyək müddəaları çoxdur. Ondan danışıram. Əgər bir yerdə fərdlərdən sonra ailə, ailədən sonra cəmiyyət varsa, bu cəmiyyətlər də özləri bir idarəçi, rəhbər və s. o mexanizmi qurmaq üçün bunun adına dövlət deyibdilər. Yəni bu dövlətin olması dinin olub olmamasından asılı bir şey deyil. Peyğəmbərimizin deyək ki, Məkkə şəhərinə, Mədinə şəhərinə hicrətindən sonra qurulan deyək ki, Mədinə şəhər dövləti bu günlərin adını adlandıra bilərik. Amma konkret olaraq Qurani-Kərimdə bu anlayışla, belə bir dövlət anlayışından bəhs edilir. Prinsipləri qoyub. Aydındır, amma razılaşaq ki, yəqin razılaşarsınız, bəlkə də razılaşmadınız. İslam hər halda dövlət yaratma qayəsinə görə İslam birinci dindir, gözəl dindir. Baxın, İslam mən sualımı demək istəyirəm. Aydındır, amma mən sizə bir şey deyim. İslam hansı dövlətdə, hansı rejimdə yaşayıb yaşamamağına asılı olmayaraq insanların dünya və axirətin səadətinə çalışan bir dindir. Yəni deyək ki, İslam bu rejimi qəbul edir, digərini qəbul eləmir deyilən bir anlayış yoxdur. İslam sadəcə olaraq mövcud olan rejimin özündə belə insanların dünya və axirət səadətinə çalışan bir dindir. Bundan razıyam. İki böyük imperiya var idi orta əsrlərdə, Osmanlı və Səfəvilər imperiyası. Doğrudurmu? Bunlar hər ikisi məhz İslam üzərində bərqərar oldular və İslamı əllərində bayraq eləyərək dövlətlərini yürütdülər. Mən bunu nəzərdə tuturam. İndi mən nə demək istəyirəm? Amma ondan əvvəl də gəl mən sizə bir şey deyim. Həmin dövrdən də əvvəl İslamın gəldiyi dövrdə 222-ci illərdə yaranmış Sasani dövləti var idi, imperiya idi. Eyni zamanda Bizans dövləti var idi, imperiya idi. Yəni bunlar da İslamla əlaqəsi yoxdur. Mən nə demək istəyirəm? Baxın, bugün xristian müxtəlif məzhəblər, təriqətlər öz yerində. İslamın məzhəbləri, təriqətləri dövlətlərin yaranmasına, dövlətlərin möhkəmlənməsinə xidmət edir, yoxsa dövlətlərin parçalanmasına və zəiflədilməsinə? Yəni baxın, düz istəyirəm. Erməni kilsəsini mən bir nümunə kimi gətirmək istəyirəm. Erməni milləti, erməni xalqı bir kilsənin deyək ki, arxasınca getdi və dünyanı belə deyək, doğrudan da işğal elədi. Hara əlini atırsan, erməni oradan çıxır. Niyə İslam dövlətlərin qüdrətlənməsinə xidmət eləmir? Yəni gəlin götürək məsələn biraz əvvəl adını çəkdiyiniz Osmanlı dövləti. Yəni Osmanlı dövləti məsələn verdiyi qərarları, fətvaları əsasən Şeyxülislamlardan almırdı mı? Ona uyğun hərəkət eləmirdi. Ondan sonra gələk deyək ki, İslamın ilk dövrlərində Peyğəmbərimizin ilk xəlifəsi Əbu Bəkirin özünü götürək. O məsələn hakimiyyətə gələndə, yəni hakimiyyət dediyimiz bizim bugünkü mənadakı hakimiyyət anlayışı deyildi. Sadəcə xəlifə seçiləndə onun qeyd etdiyi o idi ki, əgər mən Qurana və sünnəyə zidd gedərəmsə, yəni özünün dərhal həmin o yerdən uzaqlaşdırılmasını istəyib. İkinci xəlifə Ömər radiyallahu anh. Təsəvvür edin, ölkə başçısıdır, xəlifədir, böyük bir artıq deyək ki, imperiyanın böyüyüdür. Özü bir hökm verdiyi zaman xütbəsində bir qadın ayağa qalxıb, həmin o xütbənin, həmin o verdiyi fətvanın dəyişdirilməsinə nail olur. Və dərhal da Ömər deyir ki, ey Ömər, özünün biraz təvazökarlığını göstərir, bir qadın belə dinini səndən çox bilir. Bundan başqa Osman radiyallahu anh vaxtına gəlir, ondan sonra da Əli radiyallahu anh. Yəni onlardan sonra da Həsən və Hüseynə deyir ki, bu xəlifəlik anlayışı ortadan qalxdı. Gəlir kim? Əməvilər. Yəni bu günlərin İslam imperiyasının genişlənməsinə səbəb Kipr tərəflərə qədər gəlməsinə Muaviyyənin dövründən sonra baş verir. Bundan başqa deyək ki 661-750-ci illərdə Əməvilər dövləti olur. 750-ci ildən 1258-ci ilə qədər də Abbasilər dövləti olur. Yəni bunların dövründə İslam fəthləri daha da genişləndi. Bundan sonra kim gəldi? Osmanlı. Bugünkü İslam mən istəyirəm daha da konkretləşdirək. Bax, bugünkü İslam ərəb dünyasında nə vəziyyətdədir? Ərəb dünyası belə deyək ki, İslamın beşiyidir. Doğrudurmu? Yəni oradan intişar tapdı İslam. Amma bugünkü ərəb dünyasında hal qəziyyə hamımıza məlumdur. Və biz də haqlı olaraq ehtiyat eləyirik. Bəli, filan radikal qruplaşmalar, filan cəryanlar biz də ehtiyat eləyirik. Niyə ehtiyat eləyirik İslamdan? Bu əslində bizim ehtiyat elədiyimiz İslam deyil. İslamın adından istifadə edən müəyyən qüvvələrdir. Yəni bu günləri insanları aldatmağın yoludur İslam. Niyə? Çünki bir insanı gəlib məsələn inanan bir insanı İslam adı altında məsələn bu günlərim Azərbaycanın özündə görün necə aldadılırıq. Biz elə bilirik ki, Əli peyğəmbərimizin kürəkəni, əmsinin oğlu, yəni qızının əri Əli radiyallahu anh, yəni Allah ondan razı olsun deyirik. O elə bilirik ki, Azərbaycana gəlib, Gədəbəydə atının ayağından, düldüllə deyək ki, ayağının izi var. Sonra qayanı haçalayıb,
Sonra ayağı deyək ki, daşa yapışıb qalıb bu günlərim qədəmgah deyilən pir formalaşdırmışıq. Elə bilirik ki, baxın, Əli radiyallahu anh Azərbaycana ömründə bircə dəfə də gəlməməsinə baxmayaraq, biz bu günlərin belə bir anlayış formalaşdırmışıq və bizim texnologiya əsrinin, müasir dövrün insanı da, yəni bugünkü müsəlmanımız da, Azərbaycan vətəndaşı da, əlində ağıllı telefon, smartfon gəzdirən insan da həmin yerlərə gedərək özlərinə, deyək ki, problemlərinə çarə axtarmağa çalışır, səhv olaraq. Gedib Suriyada döyüşməkdən yaxşı deyil mi? İndi gəlirəm mən ora. Yəni, məsələn, iki səhvi bir-birinə qatmaq doğru deyil. Gəlin belə danışım. İslamda müqəddəs yer anlayışı yoxdur. Ən azından, mən demirəm müqəddəs var ya yoxdur. Mən deyirəm ki, ən azından hər hansı müqəddəs bir şey öz ölkəsində axtarır. Gedib Suriyada döyüşmür. Baxın, iki səhvi bir-birindən müqayisə eləmək doğru deyil. Suriyada bu günlərim döyüşməyə gedənləri də səhvdir. Bu günlərim gedib onu eləmək daha da səhvdir. Niyə? Niyəsini mən deyim. Çünki İslamın prinsipləri var. İslamın hökmləri var və Allah bütün elçilərini, peyğəmbərlərini, insanlar gələndə göndərməyinin əsas məqsədi o idi ki, insanları Allahla insan arasında olan vasitələri aradan qaldırsın. Allahla insan arasında olan hətta peyğəmbərin özü belə yaşamırsa, biz peyğəmbərin vasitəsini Allahdan istəmirik. Bunlar ləğv olunur. Amma biz bu günlərim gedib hər hansısa ölmüş bir insan vasitəsilə dua edirik ki, bu işimi həll olunsun. Və yaxud da adamlar var, həccə gedir, öz övladının paltarını aparır, Kəbəyə sürtür ki, qaydanda uşağı olsun. Bunlar dindirmi? Bunlar dindir. Bu mövhumatdır. Bəlkə inamdır. Bəlkə inamdır. Bəlkə illər uzunu, min illiklər uzunu bu gəlib, xalq buna inanır. Məsələn, deyək ki, Əshab-ı Kəhf var bir yerdə məşhur bir pir var. Məsələn, adlarını açıqlayın, bunlar inamdır. Bunlar yox, mən demirəm biz bunları bir təftiş eləyək. Bu uzun məsələdir və bu bizim işimiz də deyil. Mən sadəcə olaraq demək istəyirəm. Siz nəyə görə? Təbii olsun, mən bir şey demirəm. Nəyə görə biz və siz xalqın, deyək ki, əsrlər boyu inandığı, bağlandığı o əqidəsini birbaşa qırmaq istəyirsiniz. Gözəl, xoşum gəldi. İndi gəlin belə götürək İlham bəy. Peyğəmbərimiz Muhammed, sonuncu peyğəmbərimiz gəldiyi zaman bütün insanlar bütpərəst deyildimi? İnsanlar bütpərəstdir, amma insanlar həmin bütlərdən bezmişdilər ki, insanlar birbaşa peyğəmbərə bezməmişlər. Əksinə onlar deyirdilər ki, biz onların vasitəsilə Allaha inanırıq. Allah Quran-ı Kərimdə deyir ki, sən onlardan sorsan ki, həmin deyək ki, üzərinə mindiyiniz dəvəni kim yaradıb deyəcəklər Allah. Sizi kim ruzi verir deyəcəklər Allah. Onlar Allahı inkar eləmirdi. Bugün bizim insanımız da Allahı inkar eləmir. Amma araya bütləşdirilmiş nələrisə qoyurlar. Bu İslama görə doğru deyil. Ziyanı nədir? Ziyanı odur ki, Allahın bildirdiyi konkret olaraq Allaha ortaq qoşmaq. Baxın, sizə bir şey deyim. Mən bir yazı yazdım, Allah Məhəmməd ya Ali demək olar mı ya yox. Çox böyük belə etirazlar gəldi. Amma mənim əsaslandırdığım nə idi? Bir nəfər dostumla oturmuşuq, söhbət edirik. Deyirəm ki, ey filan kəs, mən desəm ki, ya Əli mən eşləyir, deyir eşləyir. Deyirəm, mən getdim Amerikaya, ya Əli desəm, mən eşləyir, deyir eşləyir. Deyirəm, getdim Japoniyaya. Orada da Tokyoda oturmuşuq, çay içdiyimiz yerdə. Dedim ki, ya Əli, mənim bu işimi həll elə, eşləyir, dedi eşləyir. Deyirəm, yaxşı, eyni şeyi, mən ya Allah desəm, Allah eşləyir, bu adam dayandı. Çünki gördü ki, Əliyə verdiyi rol Allahın əsas rolunu elə bil alıb Əliyə verməkdir. Yəni bu cürə bunlar yanlışlardır. Dinin gəliş məqsədləri bu yanlışları, səhvləri aradan qaldırıb insanlara konkret bir inanc üzərində. Məsələn, siz deyirsiniz ki, inam. Bunlar inamdır. Bunlar inam deyil. Bunun adına inam deyirik. Bunun adı məfhumatdır. Bunun adı xurafatdır. Bunun adı bidətdir. Niyə? Çünki bu insanlar yanlış bir şeyə inanırsa, məsələn, bu günlərim uşaq deyək ki, əgər görsə ki, dərman, rəngli dərmandır, ona inanır, xoşu gəlir, istəyir onu götürsün. Əgər o uşağa ziyandırsa, siz valideyn olaraq onun əlinə alacaqsınız, qoymayacaqsınız. İslamda gəlir ki, insanlara xeyirli olanı versin. Yəni, doğru yol göstərsin. Harasa aparmaqla deyil. Yəni, bu günlərimdə, məsələn, xristiyan ölkələrində də var. Məsələn, bu günlərim yoxdurmu, deyək ki, 2-ci İohan Paveli müqəddəs hesab eləməkdən ötəri bir Allahda formasını elədilər. Bu günlərim yahudilikdə də var. Yəni, orada yox idimi ki, məsələn, bu günlərim xasaiklər məzhəbi var, fariseylər məzhəbi var. Yəni, həmin o məzhəblərin özlərində də müqəddəsləşdirilmiş anlayışlar var. Hər halda siz bunların yolunu yavaş-yavaş maarifçilikdə görürsünüz. Təbii ki. Çünki deyir, kör adama birdən-birə işığı qəflətən yandırsanız, onun gözü ümumiyyətlə kör olar, açılmaz ömür. Mən də illərdir, siz məni yaxşı tanıyırsınız bu məsələdə, illərdir mənim apardığım maarifləndirmə işinin meyarı budur ki, gəlin ey insanlar, biz başqalarının dediklərindən deyil, əlimizdə Quran var Allah şükür, onun tərcüməsi var, ondan və Peyğəmbərimizin səhih hədisləri var, yəni bunlar da kateqoriyası var, zəifi var, uydurması var və s. Əlimizdə səhihi var, doğrusu var, bununla həyatımızı quralım, görün nə göz olur, yoxsa bizim digər canlılardan nə fərqimiz olur, gəldik, yedik, içdik, övladlarımıza baxdıq, dünyadan köçdük, getdik. Quran-ı Kərimdə balaqlarınızı qısa eləyin. Xeyr. Balaqlarınızı qısa eləyin deyilən bir məsələ var. Xeyr, Quran-ı Kərimdə saqqallarınızı həmişə Xeyr, Quran-ı Kərimdə saqqal mövzusu da yoxdur. Yoxdur. Xeyr.
Quran-ı-Kərimdə qadınlarınızı başdan ayağa qara bürüyün, o da yoxdur. Qara bürüyün yox, Quran-Kərimdə qadının örtünməsi ilə bağlı konkret Nur surəsinə ayə var, bəli. Quran-Kərimdə dəqiq, yəni mən açıq xatırlamıram. Siz mən bilirəm hafizsiniz deyəsən. Yəni biz onunla bağlı sizin də vaxtı ilə bir veriliş aparmışdınız. O verilişdə də bu məsələni müzakirə eləmişdik. Bəli, mən orada da qeyd eləmişdim ki, bu təkcə İslama aid məsələ deyil. Bu günlərin baxın, müasir dövrümüzün özündə Yahudiliyin Xasaika adlandırılan məzhəbində qadınlar ya başlarını örtürlər və yaxud da saçlarını qırxıb əvəzinə parik taxırlar. Bu günlərin xristiyan rahibləri hamısı başlarını örtür. Bu günlərin Hindistana gedin, başlarını örtür. Yaponiyaya gedin, təsəvvürün inkişaf eləmiş bir texnologiya dövlətində həmin orada şintoizm və yaxud da sintoizm deyirlər. Dinlə inanan insanlar başlarını örtürlər. Quran-ı-Kərimdə sətraltı şifrələnmiş informasiyalar çoxdurmu? Yəni, gəlin belə deyək. Nəyə görə deyirəm, üzr istəyirəm. Ola bilər, çünki bugün daha çox səslənən fikir nədən ibarətdir? Həmin o radikal dediyimiz, deyək ki, təriqət üzvləri, insanlar, bəzən Quran-ı-Kərim oxuyurlar və düzgün nəticələr çıxartmırlar. Düzgün nəticələr çıxartmırlar. O problem bilirsiniz nədədir? Bizim bu günə qədər Azərbaycanın özünün düzəməlli, deyək ki, təfsirinin olmaması. Düzgün deyək ki, tərcümələrinin daha da belə izahlı olmaması. Yəni, konkret olaraq Quran-ı-Kərimdə yazılıb. Ey müsəlmanlar, filan məsələni filan eləyin. Bura nə təfsir lazımdır? Baxın, Quran-Kərimin ayələri iki cürədir. Birinə möhkəm deyirlər, birinə mütəşabih. Möhkəm ayələr, yəni konkret olaraq deyir, məsələn, namaz qılın, yalan danışmayın, zinaya yaxınlaşmayın. Konkret ayələrdir. Yəni bilirsən ki, bu nədir? Amma elə ayələr də var ki, əvvəllər ümumiyyətlə qadağan idi, sonradan deyir, yox, qadağan olunmadı. Məsələn, qəbr üstə getmə məsələsi. Qəbr üstə Quran-Kərimdə deyil, o Peyğəmbərimizin hədislərində. Peyğəmbərimiz deyir ki, vaxtı ilə mən sizə qəbristanlığa getməyi yasaqlamışdım, lakin indi qəbirlərə ziyarət edə bilərsiniz. Əlbəttə, bir şərtlə deyir, o sizə axirəti xatırlatsın deyə. Yəni biz ora gedəndə düşünməliyik ki, ey İlham Tuması, ey Elşad Miri, siz də öləcəksiniz. Yəni bu dünyada niyə yaşadığınızı dərk eləyin. Həyat fəlsəfənizi başa düşün və bu həyat fəlsəfəsi ilə yaşayın. Bunu anlatmaq üçündür. Amma biz gedib orada harasa kimisə cibinə pul qoyub, ölüyü üçün gəlmədiyi halda Quran oxuduruqsa, demək ki, bu problem. Nəyə görə bu ziyarətgahlarla bağlı belə aqressivsiniz? Aqressiv deyiləm. Kiminsə cibində pul qoyulur. İnsan da oturub orada hansısa 1000 illik, deyək ki, çox əsrlik bir müqəddəs bir yer hesab olunur insanlar tərəfindən. İnsanlar gedirlər, axışırlar oraya, insanlar son ümidlərini bağlayırlar. Bakı kəndlərinin hansında bir daş olmalıdır. İndi mən xatırlamıram hansı kənddə o daş. Oradan gedirlər, orada müxtəlif ayinlər eləyirlər və... Yaxşı, siz gedirsinizmi? Mən getmirəm. Niyə getmirsiniz yaxşı? İnanmıram çünki. Ay, sağ olun. Amma inananlar var, Elşad bəy, inananlar var. İnsanlar gedir oradan ümid gözləyirlər və o ümidlər də çox zaman doğru Allah Quranda nə deyir? Allah Quran-Kərimdə konkret olaraq deyir ki, ancaq Allahdan ümidli olun. Allahdan ümidsiz olanlar ancaq kafirlərdir. Bu bir. İkinci tərəfdən İlham bəy, Peyğəmbərimizin sağlığında 3 oğlu ölüb, 3 qızı ölüb, xanımları ölüb, əmləri ölüb. Yəni Peyğəmbərin sağlığında sahabələr və yaxud da Peyğəmbərin özü niyə gedib onların vasitəsilə bir şeylər istəmirdilər? Niyə onları pir halına gətirmirdilər ki, Peyğəmbər vəfat eləyəndən sonra Peyğəmbərin qəbrini pir halına gətirmədilər? Sonradan İran kimi, Azərbaycan kimi yerlərdə güya Peyğəmbərin hansısa övladının, nə bilim, bacısının oğlu, xalası qızı bura gəlib və biz onu pir halına gətirmişik. Lap o gəlib, Allah rəhmət eləsin, ölübsə, biz ona gedəndə o bizə orada nə verə bilər? Allah Quranda nə deyir? Deyir ki, Peyğəmbərə, sən ölülərə eşidirə bilməzsən, sən qəbirdəkilərə duyura bilməzsən. Başqa ayə, Yasin oxuyurlar. Yasin surəsinin 60-70-ci ayəsində deyir ki, Quran diriləri çəkindirmək üçün gəlib. Yasin surəsi bilirsiniz nə deyir? Deyir, əş-şəmsü təzrəlli müstəqər. Günəşin hərəkət istiqamətindən bəhs olunur. Bunu ölüyə nə dəxli var? Bundan başqa Quran-ı Kərimdə ailədəki ər-arvad münasibətlərindən bəhs olunur. Bunun ölüyə nə dəxli var İlham bəy? İndi Elşad bəy, bax indi mənə redaktorumuz da sual verir, mənim üçün də maraqlıdır. Təfsirdən deyir, təfsirsizlik, təfsir yoxdur Azərbaycanda. Siz özünüz yaza bilərsiniz elə bir təfsir? Hal-hazırda bəli, biz başlatmışıq elə bir, çünki müasir dövrümüz elədir ki, multimedia dövrüdür, texnologiya. Yəni məqsədimiz odur ki, bu günlərim insanımıza başa düşəcəyi şəkildə Quranın izahlı siz yəqin çox təfsirlər oxumusunuz. İranla, digər ərəb ölkələrindən gələn təfsirlər bizə. O təfsirlərin nə yerdədir, o təfsirlərin vəziyyəti nədir? Onlar bizə nələri sırıyırlar? Baxın, məsələn, deyək ki, bu günlərim sırınan məsələ var ki, İrandan gələn təfsirlərdə azyaşlı uşaqların ərə verilməsi ilə bağlı anlayış var. Yəni, siz necə uşağı başqasına ərə verməyə caiz deyə bilərsiniz, onlar deyə bilərsiniz, halal deyə bilərsiniz. Bəli, qız uşaq təbii ki. Neçə yaş nəzərdə tutulur? 9 yaşında.
Yəni bu dini komitədə gələn kitablarda, bəzi kitablarda bu nüans çıxarılandan sonra bəzi kitablara icazə verilmişdi. İkinci bir məsələ, siz orada necə ola bilər ki, kiminsə şahid və s. olmadan siğəbazlığa icazə verə bilərsiniz ki, yəni orada Quran-Kərimdə Nisa surəsinin 24-cü ayəsini gətirir, deyir ki, kimsə şahid və s. olmadan qarşı tərəfdən razılaşıb, əvəzini ödəyib 2 saatlıq, 1 günlük, 10 günlük, 1 illik arvadı ola bilər. Yəni Quranda yoxdur bu. Halbuki Quranda olmadığı halda, Quranda əksinə buna zidd olan ayələr olduğu halda, bəziləri bunu götürüb, təzəlicə bilmirəm, xatırlayarsınızsa, İranın bir naziri də açıqlama vermişdir ki, bizim cavanlarımız niyə bunlardan istifadə eləmirlər? Digər də qeyd elədi ki, artıq bu cürə istifadələr də nəslin məhvini aparır çıxarır. Çünki bu günlərim deyir ki, bundan uşaq olub, sabah bilinmir o bacıdır, qardaşdır, birlikdə ola bilsələr necə? Halbuki İslam dinində adicə süd bacı, süd qardaşın belə, yəni eyni ata və anadan gəlmədikləri halda, deyir ki, kimsə süd anası olubsa, onun deyir ki, bacısı ilə evlənməsi belə qadağan olduğu halda, belə insanlar necə evlənə bilər, necə ailə həyatı qura bilər? Yəni bu təfsirlərlə bağlı inanın çox böyük problemlər var. Nədədir? Yəni elə məsələlər edirlər ki, bu günlərim onu izah eləyə bilmərsiniz. Quranı bilirsiniz nə edir? Həmin dövrə aid olmuş, sanki 7-ci əsrdə gəlmiş, orada olub bitmiş bir məfhum olaraq gətirirlər. Təsəvvür eləyin. Məsələn, orada bir anlayış var. Deyir ki, Əbu Ləhəbin əlləri qurusun. Yəni mənim dövrümdə, müasir dövrümdə bir insan o dövrdə bilirdi ki, Əbu Ləhəb kimdir? Bilirdilər əlləri qurudu ya qurumadı. Bu söz nəyə görə deyil? Məsələn, bu günlərim məsələn, Əbu Ləhəbin elədiyi, Əbu Ləhəb prototipdir. Yəni, bu günlərimdə eyni dinin qarşısına gələn, dini deyək ki, təbliğ eləməyə, marifləndirməyə çalışan insanların qarşısında bu cür prototiplər olur. Bunların qarşısında nə etməlisən? Orada da 4 məsələ çıxır ortaya. Baxın, konkret bir misal deyim. Orada və Əbu Ləhəb və arvadından bəhs olunur. Quran-Kərimdə bu günlərimdə bütün cəmiyyətlərdə 4 cürə ailə var. Ər yaxşıdır, xanım da yaxşıdır. Misal nədir Quran-Kərimdə? İbrahim Peyğəmbər və xanımı Həcər. Deyək ki, ər yaxşıdır, xanımı pisdir. Deyək ki, Nuh Peyğəmbər, Lut Peyğəmbər və xanımları misal göstərə bilərik. Bundan başqa deyək ki, xanımı əladır, ər pisdir, Firon və xanımı Asiyə. Ər də pisdir, xanım da pisdir. Həmin o Əbu Ləhəb surəsində, Təbbət surəsində bildirilən Əbu Ləhəb və xanımı. Yəni bunlar prototipdir. Biz bunlardan özümüzə nümunə götürüb, hansını doğru, düzgün həyata keçirməli olduğumuzu müəyyən etmək. Sizin Quranda yazılanlara yanaşmanız da başqadır, amma bir şey də var ki, deyək, təfsirləri də qadağan eləmək olmur. Yox, qadağan getmir. Təfsirlər gəlir, bir sel axını kimi gəlir, amma kim oxuyur onu? Çox az adam oxuyur. İnanın təfsirləri İlham bəy, bilirsiniz necədir? Bu günlərim ağıllı telefonlar, sosial şəbəkələr ortaya çıxandan sonra insanların oxuma məsələsi ilə bağlı bu gün Azərbaycanda demişkən. Bəli. Bu gün hətta Avropa ölkələrində, ən inkişaf eləmiş Avropa ölkələrində belə sosial şəbəkələr çox ciddi narahatçılıq mənbəyidir artıq. İnsanlar bildirirlər. Sosial şəbəkələr hətta klassik mətbuatı belə sıradan çıxartmağa başlayıb. Bəli. Bundan həyəcanlıdırlar. Sosial şəbəkələrdə yayılan informasiyalar, yazılar, məqalələr, siz deyən kimi, klassik təfsirçiliyi, klassik İslamın deyən o təməl prinsiplərini sarsıtmağa qabildirmi? Yəni bu günlərin bəli olanlar həqiqətən buna doğru gedir. Mən sizə bir şey deyim. Əgər bu günlərin müasir, dövrün tələblərinə uyğun Quran izahı ortaya çıxarılmasa, əvvəlki təfsirlərlə bağlı məsələn problemlər yaşayır insanlar. Niyə? Çünki birincisi gərək həmin o sahə üzrə mütəxəssis olasan. İkincisi gərək ərəb dilini biləsən ki, heç olmasa o mənbəyindən gedib oxuya biləsən. Üçüncüsü də qardaş, təsəvvürlə acəm mən bir dənə balaca bir surənin təfsirini eləməkdən ötəri 40 dənə təfsir oxuyuram. Yəni bu 40 dənə təfsir oxumaq mənim günlərimi, aylarımı alır. Yəni oradakı sözlərdir, əvvəl gələndə necə olur, burada nə deyir və onları sonra sadələşdirib Azərbaycanlı oxucuya necə çatdıra bilərəm, Azərbaycanlı tamaşaçıya necə çatdıra bilərəm düşüncəsi ilə sadələşdirilmiş şəkildə verməyə çalışıram ki, çünki orada keçən o deyək ki, incə məsələlər, məsələn, o hər adama maraqlandırmır. Onlar lazımdır ki, həmin o ayəni oxuyanda bilsin ki, bu həmin ayədən öz həyatı üçün hansı nümunələri götürə bilər. Buyurun. Quranın bütün tələblərinə, birbaşa hərfi mənada, bütün tələblərinə əməl eləmək mümkündür 21-ci əsrdə? Quran prinsiplər qoyur İlham bəy. Yəni demir ki, siz nə bilim belə eləyin. Mən bu günlərim müasir dövrümüzün tələblərinə uyğun olaraq geyinirəm, keçinirəm, yaşayıram. Düzdürmü? Yəni mən bu gün dəvədə gəzmirəm, əynimdə əmmamə ilə gəlməmişəm, əba ilə gəlməmişəm. Bəli. Aha. Yəni odur ki, bu günlərin bəli Quran-ı Kərimdə bildirilən həqiqətləri yaşamaq mümkündür, çox rahatdır və Peyğəmbər Quran-ı Kərimdə də Allah buyurur ki, "Lə ikrəhə fiddin", dində məcburiyyət
yoxdur. İslam dini asanlıq dinidir. Peyğəmbərimiz də hədislərində buyurur ki, çətinləşdirməyin, asanlaşdırın, nifrət etdirməyin, sevdirin. Yəni belə üzr istəyirəm, belə bir dənə hədisdə deyim İlham bəy. Buyurun. Hətta Peyğəmbərimizin xanımı Ayşə radiyallahu anha da deyirdi ki, Peyğəmbərimiz iki çətinlik olsaydı, iki məsələ olsaydı, içindən ən asanı hansı idisə onu götürərdi, tətbiq eləyərdi. Yəni Peyğəmbərimiz bizə ən gözəl nümunədir. Əlbəttə. Ağıllı adamdır. Təbii ki. İndi mənə deyin, biz nə etməliyik? Dediyiniz o ayədə fikri bir də təkrarlayın zəhmət olmasa. Sonuncu bir ayədən bir fikir. Lə ikrəhə fiddin dediyim, dində məcburiyyət yoxdur. Və ən asanını seçin. Bəli. O hədislərdən gəlmir, bəli. Bu ondan xəbər verirmi ki, İslam əslində islahata açıqdır? Təbii ki. İslam baxın, islahat deyəndə nə edir? Məsələn, bu gün namazla bağlı hansı islahat aparacaqsınız? Namaz konkret təməl prinsipidir. Hə, təməl prinsip olmur. Amma digər elə bir çox məsələlər var ki, adicə geyim məsələsində, məsələn, deyək ki, internet, qadınların örtük məsələsində, geyinmə məsələsində çox ciddi problemlər mövcuddur. Yadınızda heç bir problem yoxdur. Sizlə bir hicab məsələsindən çağırmışdım, qonaq idiniz və orada mən sizə 4 cür şəkil göstərdim. Bəli, yadımdadır. Bu şəkillərində yoxdur. Bəli, bəli. Biri ümumiyyətlə tam qapalı idi, bəli. Biri bir qədər açıq idi, biri İrandakı kimi üzü ancaq görünürdü. Digərinin əlləri falan hər yerdə Türkiyədəki. Siz bunların Türkiyə variantını seçdiniz. Doğrudur mu? Yəni bilirsiniz necə? Əlbəttə. Amma insanlar var o variantı seçmirlər. Qardaş, o variantı seçmirsə, mən o seçən insana da o seçim haqqı var. Azadlığı var. Quran normal olaraq örtünməyi istəyir. Yəni örtünmədən məqsəd nədir? İnsanın, qadının bədən üzvlərinin bilinməməsi məsələsinin üzərində durur. Yəni bu günlərim insan onun əlləri görünür, onun barmağı görünür. Əl problem deyil. Yəni o demək ki, ələ də əlcək. Yox, orada heç bir problem yoxdur əllə bağlı məsələdə. Sadəcə olaraq baxın, bu günlərin müasir dövrümüzdə xristian dünyasına baxın. Bu günlərin Vatikan dövlətdir və konkret olaraq xristian dövlətdir, katolik dövlətdir. Oradakı məsələn bir dənə hakimiyyətdə qadın yoxdur. Amma orada olan rahibələrə baxın, hamısı örtülü deyilmi? Aydındır. Hamısı da onların tələblərinə uyğun örtülü olaraq yaşayırlar. Allah saytının axırı nə oldu? Yəni mən o verilişdə də qeyd eləmişdim. Yəni o saytı açmırdım. Sadəcə bu domeni almışam. Yenə də Allah qismət eləsə, mənim arzum və ya da kimdəsə siz üzr istəyirəm, acıq vermək, qızıq yaratmaq üçün olmamışdınız ki. Yəni bu eləmək istəyirsiniz. İllərlə əvvəl olmuş bir şeydir. Mən niyə kiməsə qızıq verim? Mənim həyat prinsipi İlham bəy bilirsiniz nədir? Əslində heç kimə qızıq vermirəm, heç kimlə bağlı prinsip aparmıram, heç kimə özümə qarşı düşmə seçmirəm. Hər gündə yatarkən də bütün insanlara, mənə hətta zərər vermək istəyənlərə də haqqımı halal eləyib yatıram və bu rahatlıqdır məndə. Baxın sizə bir şey deyim. Mənim məqsədim o idi ki, dinimizin düzgün anladılması, çatdırılması ilə bağlı işlər görək. Məsələn, bu jurnalı buraxmağımızın məqsədi odur. Deyək ki, bu günlərim ağıllı telefonlarda elədiyimiz applicationlar bunun üçündür. Yəni, mənim yandığım odur ki, bizim müasir insanımız, deyək ki, ilahiyyatçımız dövrün tələblərinə uyğun olaraq saytı ilə, deyək ki, application ilə, deyək ki, başqa bir variantı varsa, onlardan insanlara düzgün İslamı çatdırmalıdır. Mən insanlara oyatmağa çalışmaq istəyirəm ki, yəni bir əsr əvvəl bizim həmin o klassiklərimizin apardıqları mübarizə boşa getməsin. Bizim insanlarımız gözü yumulu necə urra deyib ateist olduğu kimi, Allahu Akbar deyib gözü yumulu da müsəlman olmasın, dərk eləsin, anlasın, fərqinə varsın ki, Allah ondan nə istəyir, niyə yaradıb, digər canlılardan onu fərqləndirən xüsusiyyətləri nədir, həyat prinsipləri nədir, buna görə çalışır. Aydındır. Bu jurnalınızı mən çox sağ olun götürdüm. Arada bu kolbasalarla bağlı problem yaranmışdı. Bəli. Siz qəbul edirsiniz mi halalın? Baxın İlham bəy, mən sizə göstərəm. Mən faktiki olaraq burada, yəni Azərbaycanda, əvvəllər həqiqətən Azərbaycandakı kolbasaların heç birinin dadına da baxmırdım, yemirdim. Çünki şübhəm var idi. Şübhəli şeylərdən qaçmağa çalışam, onu yeməsəm də ölmürdüm. Sadəcə olaraq sonradan belə bir münasibət yarandı. Mən həmin yerlərə... Sizə reklam verdilər deyə başladınız deməyə. Hayır, reklam heç olmamış aramızda İlham bəy, heç bir zaman. Bu jurnalın çıxdığı hardasa 3 ildir, amma o əvvəllər, mənim tanıdığım 6-7 il əvvəllər tanıdığım dostlarımdır. Necə oldu? Yəni getdim, həmin orada ətin haradan gəldiyinə, bütün mənbələrlə, təbii ki, ondan başqa o istehsalatın özünü gördüm, bir də özləri müdaxilə eləmədilər. Və mən başqa vaxt, başqa bir tanınmış bizim aktyorla birlikdə xəbər vermədən gedib dərhal hər bir prosesə təkrar baxdım və ailələri ilə bunların yemək yediklərini gördüm. Yəni, bunları eləyən insanlar necə başqalarına halal olmayan bir şey təqdim eləsinlər? Eşə bəy, çox sağ olun. Çox sağ olun, minnətdaram sizə. Facebookda bir məsələ yazmışdınız, amma yəqin ki, mən bunu bilmirdim. Mən sizi dəvət edəni bilmirdim o məsələ. Mənə dedilər ki, Elşad bəy belə bir məsələ yazıb ki, Facebookdakı mənə deyəsən APA-da qadağa qoyulub, APA TV-də. Yəqin ki, inandınız mənə ki, qadağa qoyulmuyub. Yox, mən orada dərhal Vüsalə xanımı da təq elədim ora. Yəni, Vüsalə xanımı da təşəkkür edirəm ki,
dərhal reaksiya verdi, öz fikirlərini yazdı ora. Sonradan da İslamda nə var ona aid? Mənə İslamda yaxşı bir hədis deyə bilərsinizmi? Yoxlanılmamış informasiyanı. Quran-Kərimdə konkret ay var. Sizə bir fasiq xəbər gətirdiyi zaman onu araşdırın deyə. Araşdırdınızmı? Bəli, araşdırdıq və bu gündəmdə o araşdırmanın nəticəsidir. Məlum oldu ki, yoxdur elə. Məlum oldu ki, digər kanallardan fərqli olaraq APA televiziyada belə bir qadağa yoxdur. Çox sağ olun. Siz sağ olun. Siz APA televiziyasının efirində manşet verilişinə baxdınız. Mənim qonağım ilahiyyatçı Elşad Miri idi. Sağ olun, bizi deməklə davam edin.